Müstəntiq bir sıra hallarda məhkəmə qərarı olmadan öz qərarı əsasında İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış həyata keçirə biləcək. Trendin məlumatına görə bu məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirə olunan Cinayət Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Bundan əvvəl təxirə salına bilinməyən hallarda, yəni şəxsiyyət əleyhinə ağır cinayətlərin və dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsində müstəntiqlər məhkəmə qərarını gözləmədən telefon danışıqlarına qulaq asa bilir, poçt teleqraf yazışmalarını yoxlaya bilir, eyni zamanda rabitə vasitələrindən informasiyanı çıxara bilirdilər. İnsanları güdə də bilirdilər. İndi bura elektron cihazların, informasiya kommunikasiya sisteminin, kompüterlərin də məhkəmə qərarı olmadan götürülməsinə icazə veriləcək. Hüquqşünas Yalçın İmanov deyir ki, əslində bu vaxta qədər bu maddə praktikada kifayət qədər sui-istifadə olunurdu. Bunun dəyişikliyin də edilməsi həmin o sui-istifadə hallarının genişləndirilməsi deməkdir. Xüsusən cəmiyyətin diqqətində olan səs-küylü cinayət işlərində saxta sübut bazası yaratmaq və yaxud da ki, bu sübut bazası ilə ittiham qurmaq üçün belə təzyilə, təxirə salınmaz hallar kontekstində müstəntiqin qərarı ilə bu cür qərarların qəbul ediləcəyi bundan sonra da gözləniləndir. Çünki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə qədərki icraatda məhkəmə nəzarətini həyata keçirən məhkəmə adətən bu qərarların əsaslığını yoxlamalıdır. Ancaq onsuz da bu məhkəmə nəzarəti də formaldır. Amma yenə hər bir halda müəyyən vaxt gedir, müəyyən prosedur tələb olunur. Nəticə etibarilə o qərarın əldə edilməsi üçün müəyyən zaman israf itkisinə səbəb olur. Hüquqşünas Emin Abbasov deyir ki, bu yeni dəyişiklik məhkəmə qərarı olmadan vətəndaşın şəxsi həyatına biraz da müdaxiləçi səlahiyyət verəcək. Hüquqşünas deyir ki, Cinayət Prosessual Məcəlləsinə görə məhkəmə qərarını gözləmədən edilən axtarış 48 saat ərzində məhkəməyə təqdim edilməli və bu keçirilən axtarış tədbirinin qanuna uyğun aparılmaması məhkəmə qiymətləndirilməsinə tabe edilməlidir. Praktikada bu sahədə çox ciddi problemlər var. Hətta bununla bağlı 2015-ci il Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hətta qərarı da var. 12 fevral 2015-ci il tarixli və burada Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəaları şərh edilməsinə dair bu qərarda da Azərbaycan Konstitusiya Məhkəməsi bir növ etiraf etmişdir ki, bu sahədə hüquq mühafizə orqanlarının məhkəmə qərarını gözləmədən həyata keçirdikləri əməliyyat axtarış fəaliyyətləri, tədbirləri əslində bu sistem, daha doğrusu sonradan legitimləşdirmə, sonradan məhkəmə nəzarəti ilə bu əməliyyat axtarış fəaliyyəti tədbirlərinin qiymətləndirilməsi avtomatik bir sistemə çevrilib, bir növ passiv legitimləşdirmə funksiyasını daşıyır, həyata keçirirlər məhkəmələr və bu həqiqi və effektiv məhkəmə nəzarəti sayıla bilməz. Bunun deməli sayılmasında daha doğrusu ciddi problemlər var. Buna görə mən düşünürəm ki, bu məsələdə sui-istifadə hallarına səbəb olacaq, əlbəttə səbəb olacaq. Çünki hal-hazırda da sui-istifadə halları var ki, bu axtarış və əməliyyat tədbirlərinin mütənasibliyi, onun əhatə dairəsinin, onun əhatə etdiyi, belə deyək, cinayət işi ilə əlaqəli olaraq əhatə etdiyi, onun əhatə dairəsi daha doğrusu ciddi mənada suallar doğurur və effektiv məhkəmə nəzarəti, ümumiyyətlə müstəqil məhkəmə olmayan bir ölkədə təbii ki, bu cür geniş hüquq mühafizə orqanlarına geniş səlahiyyətlərin verilməsinin heç bir müsbət tərəfi ola bilməz.